Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı mübarizə baş idarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 2 şəxs həbs edilib. Həbs olunan şəxs ölkə vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur. O, həmin qadınları işə düzəltmək adı ilə aldadaraq Türkiyə Respublikasına aparıb. Daha sonra zərər çəkən şəxslər hədə-qorxu və məcbur etmə yolu ilə nəzarətdə saxlanılıb. Onların ümumvətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz qoyulublar. Mən Türkiyə Respublikasında bir neçə qızı cinsi istismara məruz qoymuşam və Azərbaycan ərazisində bir çox qadına fahişəliyə cəlb eləmişəm. Məqsədim qazancı əldə eləmək olub. İnsan alveri cinayətində təqsirləndirilən digər şəxs isə şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək qadınları fahişəliyə cəlb edib. Zərər çəkənlər bu platformadan çıxmaq istədikdə o, həmin qadınları barələrində rüsvayedici fotoşəkil və məlumat yaymaqla hədələyərək cinsi istismara məruz qoyub. Araşdırmalarla bu şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitinin bir qismini kriptovalyuta formasında xarici ölkələrin birində olan transmilli cinayətkar qrupun digər üzvlərinə göndərdiyi müəyyən edilib. Telegram sosial şəbəkəsinin Escort Az saytında Metiska ləqəbi ilə qeydiyyatdan keçmişəm. Azərbaycan Respublikasının qadınlarını, onların şəkillərini saytda paylaşaraq onları cinsi istismara məruz qoymuşam. Onlar kanaldan ayrılmaq istədikləri zaman onları yarıçılpaq şəkilləri və şəxsiyyət vəsiqələri ilə təhdid etmişik. Mən toplanılan pul vəsaitlərinin bir hissəsini kriptovalyuta üzərindən göndərmişəm. Toplanan sübutlar əsasında başlanan cinayət işləri üzrə onlar təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barələrində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İnsan alveri cinayətlərindən zərər çəkən şəxslər Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə baş idarəsinə və ya 152 qaynar xəttinə müraciət edə bilərlər. Müraciət edən şəxslərin konfidensiallığı tam təmin olunur.